Sağlam Radiodan 93 FM-dən hər kəsə salamlar olsun. Bugün də təhsildən danışacağıq, maraqlı yarışmalardan, müsabiqələrdən danışacağıq. Ən əsas bilik yolunda bugün də addımlayacağıq və səyahətə çıxacaq. Bu yolda bizə bugün yardım edən və yaxud da ki, bugün qonaq olan qonağımız da dəstək olacaq. Azərobot Education Robototexnika Tədris Mərkəzinin direktorudur bu xanım və Azərbaycan International Robotik Olimpiyadanın baş koordinatorudur. İmamir Mirzoyeva bizimlə bərabərdir bugün Sağlam Təhsildə. Xoş gəlmisiniz. Xoş gördük. Hər vaxtınız xeyir. Bütün dinləyiciləri salamlayıram. Təşəkkür edirik. Necədir işləriniz? Çox gözəl. İstəyirəm biraz dinləyicilərimizə özünüzü daha yaxından tanıdasınız. Çünki bugün geniş danışacaq bu Azərbaycan International Robotik Olimpiyadaları haqqında. Bildiyim qədərilə Azərbaycanda ilk olaraq Yaponiya standartlarına uyğun olaraq Mega Sumo kateqoriyasında təşkil olunan bir beynəlxalq robot yarışmasıdır. Və komanda yarışlarda iştirak edir. O cümlədən Yaponiyada keçirilən bir möhtəşəm bir möhtəbər bir yarışmanın final mərhələsində 2 dəfə iştirakçı kimi də olub, həm də yarışma katibliyi ilə aparılan danışıqlarda bu şirkətin, bu mərkəzin ölkəmizdə keçirilməsinə də bir növ zəmin yaradılmışdır. Bəlkə bizə məlumat verəsiniz bu Azər robot, yəni texnikalarla bağlı və ilk olaraq bu şirkət necə yarandı, Azər robot necə yarandı və onun məqsədi ümumiyyətlə nədən ibarətdir? Buyurun. Çox böyük məmnuniyyətlə. Azərobot Education 5 il bundan öncə 2021-ci ildə yaradılmışdı və başlayanda 5 yaşdan yuxarı uşaqlar və gənclər üçün robototexnika, proqramlaşdırma və mühəndislik sahələrində təhsil verən innovativ tədris mərkəzi kimi yaradılmışdı. Əsasən Bakı kəndlərində, yəni bilirsiniz ki, Bakımızın 32 kəndi var və əsasən Bakı kəndlərində bu innovativ sistem mərkəzləri yaradılmışdı ki, əhalimizin hər mərkəzindən, hər güşəsindən həmən bu robototexnikaya, mühəndisliyə, yəni innovativ alətlərlə bu dərsləri keçə bilsinlər, hər kəs üçün bu əlçatan olsun. Hal-hazırda Azərobotun 17 modülü var. Yəni robototexnika sahəsi bildiyiniz kimi çox-çox genişdir və bir söz robototexnika bölünür bir neçə sahələrə. Burada həm proqramçılıq var, həm mühəndislik, həm legolarla da biz başlayırıq. Başlayanda hal-hazırda Azərobotun 4 aktiv filialı var. Bu filiallar yerləşir Sahil metrosunun yaxınlığında, Koroğlu metrosunun yaxınlığında, Əhmədli metrosunun yaxınlığında və Balıqxanı kəndində. Bu filiallarda aktiv olaraq dərslər keçirilir və uşaqlar üçün şərait yaradılır ki, həm öyrənsinlər, həm də ki, Azərbaycanda keçirilən beynəlxalq yarışlara və beynəlxalq xaricdə Azərbaycanı təmsil eləmək imkanları qazansın. Əla. Ümumiyyətlə bizim uşaqlarımızın texnikaya, robota texnikaya xüsusi həvəsi var. Gəlin razılaşaq və hər kəsdə son illərdə görürəm ki, belə deyək, yiyələnmək istəyirlər. Yəni peşəkarcasına yiyələnmək istəyirlər və istəyərdim ki, bu Azərobot deyir ya, bu tədris mərkəzi, yəni hansı ki şərait yaradır da insanlar gəlsinlər, öyrənsinlər. Yəni xüsusi yaş qruplarına görə, yəni tədris edir, təlim keçir, yoxsa burada yaş məhdudiyyəti yoxdur? Məsələn, uşaqlardan bəlkə əlavə olaraq böyüklər də iştirak edirlər. Mənim üçün maraqlanır. Konkret yaş burada nəzərdə tutulub? Bizdə Azərobotda hər yaşda müxtəlif tələbələrimiz var. Düşünürəm ki, hər bir şeyin təməli olmalıdır. Necə ki, uşaq imla yazmaq üçün birinci hərfləri öyrənməlidir. Onun üçün daha az yaşından başlayanda bu daha deyək ki, sağlam biliklərə malik olur və getdikcə o müvəffəqiyyət qazanmağa dəstək olur, belə deyək ki. Nə qədər az yaşdan başlasa qoşulmağa, onda daha çox biliklərə malik olacaq və 16 yaşa gəlib çatanda, yəni peşə seçiminə gəlib çatanda artıq şuurlu olaraq bildiyi, bacardığı
bir peşəni seçəcək. Aha. Deyək ki, robototexnika proqramlaşma, yəni IT bilikləri indi müasir həyatımızın, yəni bu gündəmidir, deyək ki, vacibidir. Çünki gələcəkdə Tələb olan olunan bəlkə sahədə bəli. bütün gələcəkdə olan peşələr hamısı IT ilə bağlı olacaq. Yəni bunu götürək hələ həkim də, mühəndis də, satıcı da, müəllim də, hər biri IT biliklərinə malik olmalıdırlar. Bəlkə indi görmüsünüzsə, indi hal-hazırda mahnılar belə süni intellekt vasitəsilə əvəz eləyir deyirsiniz. Bəslənilir, əvəz olunur deməzdim. Yəni hər bir hərdən belə bir suallar verirlər ki, süni intellekt bir neçə vaxtdan sonra bütün insanları işsiz qoyacaqmı? Mən deyərdim ki, yox, çünki hər bir şeyin üstündə, başında insandır. Yəni süni intellekti düşünən, fikirləşən, O da icad insan, edən, bəli. o da insandır və düşünürəm ki, insan həmişə lazım olacaq. Amma robototexnikaya son illərdə həqiqətən də çox böyük bir axım var və insanların işini də rahatlandırır, deyərdim. Çox böyük maraq var, həddindən artıq. Biz bu marağı daha da inkişaf eləməyə başladıq beynəlxalq yarışlara gedəndə. Azərobot yaranış günündən, yəni biz hələ körpə olanda, hələ çox zəif olanda, çox biliklərə bilməyəndə, yəni Azərbaycan olaraq deyək, Azərobot olaraq tələbələr, gənclər hamısı bir yerdə yığılmışdıq. Biz başladıq beynəlxalq yarışlara getməyə və düşünürəm ki, həmin o bizim beynəlxalq yarışlara qatılmaqlarımız bizə çox bir şey gətirdi. Çünki gedəndə, öyrənəndə, həmin o tərəfdaşlıqları yaradanda artıq o bizim yolumuz bəlli idi. Hansı yolla getməliyik ki, Azərbaycanda da bunu inkişaf edə bilək. İl ilə texnologiyalarla başqa sahələrin fərqi birdir ki, texnologiyalar hər gün inkişaf eləyir. Yəni əgər sən dünənki informasiya üstündə qalmısan, deyirsən ki, mən IT-ni bilirəm, mən texnologiyaları bilirəm, sən geridə qalmısan. Yəni hər gün yeni informasiyalar, hər gün öyrənmək. Yəni bu sahədə Azərbaycanda heç kim deyə bilməz ki, mən mütəxəssisəm və artıq mən hər bir şeyi öyrənmişəm. Çünki texnologiyalar dünya üzrə hər gün güncəllənir, hər gün dəyişir, yenilənir. Əslində çox belə deyək, faydalı bir işə imza atırsınız. Bir şirkət olaraq, bir inkişaf mərkəzi olaraq, tədris mərkəzi olaraq görürsüz, uşaqları daha çox cəlb eləmək istəyirsiniz yarışmalara ki, onlar da Azərbaycanı ümumilikdə təmsil etsinlər. Yaponiya ilə daha çox sıx əlaqələriniz yoxsa mənə elə gəldi? Bəli, çox qürurla bunu deyə bilərəm. Hər yerdə yaponları daha çox dəqiq və artıq 3 dəfə Gənclər İdman Nazirliyinin dəstəyi ilə biz Yaponiya All Japan Robo Sumo turnamenta gedəndən sonra və 3 dəfə mən orada olduqdan sonra bir şey bildim. Yəni yaponların uğuru nədədir? Yaponların uğuru işləməkdədir. Aha. Yəni bu insanlar, bu xalq olaraq, insanlar olaraq deyək, həddindən artıq işqolikdirlər. Yəni insanlar işlərini hər dəfə gözəlləşdirməyə can atırlar və bəzi heç yerdə artıq Azərobot olaraq 5 il ərzindən onlarla yarışmalara getmişəm xaricdə və bizdə keçirilən yarışmalarda da olmuşam. Yaponiyadakı olan yarışma, yəni bu təəssüratı məndə, yəni heç bir yerdə olmayan bir yarışma kimi təəssürat yaradır. Çünki insanlar çox dəqiqdilər. İnsanlar hər bir şeyi ölçməyi, biçməyi, insanların rahatlığı üçün. Yəni fikirləşin, yarışma nə deməkdir? Yarışmada 10.000 insan bir yerə gəlir. 10.000 insanın rahatlıqla, qaydalara uyğun şəraitdə həm yarışmalıdırlar, həm festival abu-havası olmalıdır, həm öyrənməlidirlər və s. Və bunu çox gözəl yaponlar bacardılar. Biz buna qayıdacağıq. Təbii ki, Yaponiyada bu yarışmalarda, olimpiyadalarda iştirak etmək Azərbaycanlı tələbələrə, şagirdlərə nə verəcək? Biz buna ətraflı şəkildə toxunacağıq. Mən düşünürəm, indi hal-hazırda amma nömrələrinizi səsləndirməliyəm. Azərobot, belə deyək də, şirkətinə, educationa müraciət etmək istəsəniz, özünüzü inkişaf etdirmək istəsəniz, əziz şagirdlərimiz, heç bir yaş məhdudiyyəti burada nəzərə alınmır. İmamir Mirzoyeva məhz Azərobot Education-ı təmsil edir. Robototexnika sahəsində kifayət qədər təcrübəsi olan bir şəxsdir. Tədris mərkəzinə rəhbərlik edirsə, təbii ki, bu belədir. Və Azərbaycan International Robotik Olimpiyadanın da baş koordinatorudur. Buyurun, zəng eləyin, əlaqə saxlayın. Mən birazdan soruşacağım, əslində bu olimpiyadalar ildə neçə dəfə keçirilir? 051
215 35 75 bir nömrədə deyəcəm baş ofisində 051 215 05 22. Bu nömrələri efir müddətində bir neçə dəfə səsləndirəcəm ki, siz də əlaqə saxlayasınız. Proqramımızı davam etdiririk. Sağlam təhsil, daha yaxşı gələcək buradan başlayır. Əslində çox maraqlıdır sizi yaxından tanımaq istəyirəm, nə gizlədim və robototexnika sahəsində sizin ümumiyyətlə bir bağlılığınız nədən başladı? Yəni hardan yarandı? Qadın olaraq da bir düşünürəm. Yəni necə oldu maraq yarandı və istədiniz ki, bu istiqamətdə bir fəaliyyətinizi genişləndirəsiniz, artırasınız? Biraz bu haqqda danışaq. Ümumi olaraq özüm barəsində əgər danışsam, özüm müəlliməyəm. 24 illik pedaqoji stajım var, məktəbdə işləmişəm. Hansı fənn üzrə? Birinci təhsilim ibtidai sinif müəllimi. Sonradan ikinci, üçüncü təhsillərimi almışam və bu maraq artıq 12 ildir. Deyək ki, robototexnikaya Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün rəqəmsal bacarıqlar, deyək ki, hansısa bir kurslar və s. təşkil olunmuşdu. Buradan təşəkkürümü bildirmək istəyirəm. Mənim o zamanda işlədiyim məktəbin direktoru Samaya xanıma. O mənə inanaraq və məni bu həmən kurslara yolladı. Deyək ki, həmən kurslarda texnologiyanın necə həmişə buna marağım olmuşdu. Sonra pandemiya baş verdi. Pandemiyada virtual menecer oldum. Və artıqca bunun necə deyək, bu sevgiyə dönüşdü. Yəni robototexnikada, texnologiyalarda özünü inkişaf eləməyi, yəni hər gün öyrənmək. Deyək ki, hər gün öyrənməyi bacarmalısan və bu getdikcə araşdırmaq, öyrənmək. Çünki burada stop olunan bir şey yoxdur. Hansısa fənlərdə, hansısa bir bacarıqda deyək ki, bu insan bacarığının zirvəsinə çatdı. Texnologiyada isə elə bir şey yoxdur. Yəni sən dünyanın ən belə böyük bir ixtirasını ixtira edə bilərsən, icad edə bilərsən. Ancaq bir aydan sonra, 2 aydan sonra bu köhnəlmiş kimi sayılacaq. Yəni hər dəfə təsdiqləməlisən, hər dəfə nələrsə eləməlisən. Çünki həm də yenilənir axı, vaxt çox sürətlə də axır, dəyişikliklər çox var. Və 5 il bundan öncə mənə belə bir imkan yaradıldı. Yəni həyatımda o deyək ki, gözəl insanlar, gözəl hadisələr baş verdi. Bakı Abadlıq şirkətinin direktoru Bünyat Qasımov Bakı Abadlıq tərəfindən bizim kəndlərimizi abadlaşdıran zaman Bakı kəndlərində uşaqlar üçün belə bir mərkəzlərin yaradılmasını istədi. Və bu təşəbbüslə Azrobot Education yarandı. Yəni biz birinci yaranılışda Bakı kəndlərində uşaqlar üçün, hansılar ki, şəhərə gələ bilmirlər, onlar üçün daha çətindir, ödənişlər və s. Çünki robototexnika ilə məşğul olmaq kifayət qədər çox bahadır. Yəni bu alətlər, avadanlıqlar çox baha olduğundan Bakı Abadlıq tərəfindən, Bünyat müəllim tərəfindən belə bir təşəbbüs oldu ki, Bakı kəndlərində uşaqlar bu peşəni heç olmasa öyrənsinlər. Bayraqdarda deyəsən, Texnofestdə belə bir cümlə var, bir toxunuş. Yəni hər insanın həyatı bir toxunuşdan ibarətdir. Yəni sən bir həmən o balaca uşağın təfəkküründə, beynində bir toxunuş, yəni başqa bir həyatı görmək, başqa bir peşəni görmək və getdikcə bir məqsəd yaratmaq. Yəni uşaqlar üçün bu məqsədi yaratmaq. Düşünürdüm ki, bu çox ali bir məqsəddir və mən də çox bunu dəstəklədim və artıq başladıq Bakı kəndlərində robototexnika mərkəzlərini yaratmaq. Ümumilikdə deməli neçə filialınız oldu İmamir xanım? Hal-hazırda 4 filialımız var. Bir filialımız da Xocalıda yerləşir. Nə gözəl. 2 il bundan öncə 28 may cənab prezidentimiz İlham Əliyev və Mehriban xanım həmən filialın açılışına Xocalı şəhərində yəni iştirak etmişdilər. Çox qürur və ümumiyyətlə cənab prezidenti görmək, onun qabağında məruzə etmək və Xocalıda bunu eləmək inanılmaz qədər mənə fəxr və qürur verir.
Həmən Xocalıda da bizim filialımız var. Haradakı master-klasslar təşkil olunur. Həmən insanlar o deyək ki, bizim gözəl Qarabağımıza insanlar qayıdırlar artıq və qaydanda da ki, o övladların hər bir şeyi mən düşünürəm ki, bəlkə birinci peşəm ibtidai sinif müəlliməsi olduğumdandır. Sevgi yaranıb uşaqlara qarşı. Mən düşünürəm ki, hər şey daha az yaşdan başlayır. O deyir, vətən hardan başlayır? Vətən o birinci, o uşağın təmiz də deyək ki, 5-6 yaşlı uşaq olur, beyni ağ kağız kimi tərtəmiz. Nə yazarsansa o kağıza, elə də o uşaq böyüyər və düşünürəm ki, həmişə balaca yaşdan uşaqlara hər bir bilgi düzgün formada vermək lazımdır. Vətəni sevmək lazımdır. Yəni patriot olaraq mən bunu həmişə təbliğ edirəm. Yəni robototexnika, texnologiyaları bilmək çox vacibdir. Ancaq bu texnologiyaları özünüz də görürsüz, dünyada pis niyyətlərlə də istifadə edənlər Düzgün var. olmayan, bəli. Yəni o bilikləri deyək ki, o texnologiyaları icad eləməyin qabağını saxlamaq mümkün deyil. Yəni bu icadlar olacaq. Atom bombası da ola bilər. Ancaq ki, daha yaxşı Amma daha belə deyək də yaxşı məqsədlərə istifadə olunsa, əlbəttə ki, bu daha düzgün olar. Əlbəttə, ona görə Missiya mən olaraq. düşünürəm ki, bu balaca yaşdan olmalıdır. Yəni uşaqlar həm texnologiya biliklərinə, IT biliklərinə malik olmalıdırlar, həm vətəni sevməyə, insanları sevməyə, ümumiyyətlə planetimizi sevməyə və həyatımızı gözəlləşdirməyə naminə onların bilikləri dəstək olmalıdır. Bəli. Mən bir balaca məlumat vermək istəyirəm. Deməli 2025-2026-cı illərdə sizin Education şirkəti 2025 yarışması Gənclər və İdman Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və digər tərəfdaşların dəstəyi ilə ADA Universitetində təşkil olunmuşdur. Yəni AzerRobot Education komandası olaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ildə 3 dəfə Yaponiyada ölkəmizi uğurla təmsil edirsiniz, etmisiniz artıq və bir də deyəsən 2026-cı il yarışması 29-30, 31 may tarixlərində keçiriləcək. Yəni bu nəzərdə tutulub. Yarışmada ümumilikdə 12 kateqoriya üzrə, məsələn 6 kateqoriya nəzərdə tutulub uşaqlar üçün, 6 kateqoriya isə universitet tələbələri üçün nəzərdə tutulub və əməkdaşlıq çərçivəsində mənə elə gəlir ki, bu geniş bir təbliğ olunacaq. Yarışmadan əvvəl bütün iştirakçı universitetlərdə tələbələrlə görüşlər təşkil olunur. Adətən bu belə olur və yarışma haqqında onlara ətraflı təqdimatlar ötürülür, təqdimatlar keçirilir və 3w.aero.az saytı var. Düz deyirəm də İmamir xanım. Yəni bu saytda aparılır qeydiyyat və son tarix də mart ayının 1-nədək nəzərdə tutulacaq. Bu növbəti yarışma üçündür. Bəli, tamamilə düzdür. Gələk bizim əsas vacib AIRO, Azərbaycan International Robotics Olimpiyat. Bu yarışma. Ona biz gələcəyik reklamlardan sonra. Çox gözəl. O zaman mən istəyirəm ki, əlaqə nömrələrinizi səsləndirim. Bu olimpiadalarda iştirak bizim tələbələrimizə, şagirdlərimizə nə kimi üstünlük qazandıracaq? Ümumiyyətlə uşaqlarınızın hər halda belə bir texnikalarla tanışlığına bir növ şərait yaratmalısınız. Əziz valideynlər, mən istəyirəm ki, bir daha AzerRobot Education şirkətinin əlaqə nömrəsini sizin üçün səsləndirim. 051 215 35 75 və 051 215 05 22 baş ofisin bu nömrəsidir. Bugün sağlam təhsildə maraqlı bir qonaqla sizi tanış eləyirəm. Əslində robototexnika sahəsi ilə bağlı çox belə əlaqəsi olan insandır və eyni zamanda bizim şagirdlərimizə, tələbələrimizə çox gözəl də şərait yaradır ki, olimpiyadalarda iştirak eləsinlər, xaricdə bizim Azərbaycanımızı təmsil eləsinlər. Olimpiyada məsələsinə gələcəm. Yeri gəlmişkən qeydiyyat artıq başlayıb və mart ayının deməli səhv etmirəmsə 1-nə qədər nəzərdə tutulur. Son tarix mart ayının 1-nədək olacaq. Ona görə qeydiyyata yazılmağa tələsmək lazımdır. Əziz bizim xanımlarımız və valideynlərimiz, dinləyicilərimiz, atalar, analar, hər kəs. Yəni valideynlər olaraq nəyə görə anaları vurğuluram? Ən çox vaxt keçirən İmamir xanım deməli qadınlar olur da. Qadınlar gimnastika aparır uşaqlarını, qadınlar şahmata və yaxud digər dərnəklər aparırlar. O cümlədən də deyərdim ki, qadınlar elə bir ki uşaqlarının bax bu robototexnika sahəsinə də marağını nəzərə alaraq onlar
Onlar daha çox məşğul olur, analar. Və istəyərdim biraz olimpiadalar barəsində məlumat verəsiniz. İstənilən şagirdləri götürürsüz bu olimpiadalarda iştiraka, yoxsa məsələn müəyyən kateqoriyalar var ki, o kateqoriyalara üstünlük verirsiniz. Söz sizdədir. İstəyirəm bu barədə geniş məlumat verəsiniz. Amma nömrələrinizi deyim sonra, yaxşı? Başlayaq çünki geniş danışmağa. Deməli, əgər siz də AzerRobot Education-la əlaqə saxlamaq istəsəniz, uşağınızın yönləndirilməsi üçün məhz bu education-a, bu mərkəzə, o zaman nömrə deyəcəm, 2 nömrə 051 215 35 75 051 215 05 22. Qonağımız qeyd etdiyimiz kimi AzerRobot Education Robototexnika Tədris Mərkəzinin direktoru İmamir Mirzoyevadır. Buyurun, söz sizdədir. Əlbəttə ki, olimpiadalara getmək, yarışmalara getmək çox vacibdir. Ancaq bir məsələ var. Olimpiada necə ki, dərsləri oxuyandan sonra axırda imtahan verilir. Olimpiadada belə bir növdür. Yəni birinci nəyisə öyrənmək lazımdır. Öyrənmək üçün, yəni AzerRobot Education-da ümumiyyətlə dərslər həftədə 2 dəfə 1 saat yarım ərzində təşkil olunur. 17 modulumuz var. Soruşarsınız ki, bu modullar nə olan bir şeydir? Yəni yaşlara görə biz uşaqları elə bölürük ki, yəni uşaqların bilik və bacarıqları sadədən çətinə getsin ki, uşaqlar üçün bu çətin yaratmasın. Əlbəttə ki, birdən-birə uşaqlara C++ proqramında işləməyi, nə bilim, 3D printerdə Tinkercad-la çap eləməyi qoysan balaca yaşlı uşağa, bu ona çətin gələ bilər və ümumiyyətlə bunu eləməmək qərarına gələr. Ona görə də balaca yaşlardan, yəni sadədən daha hər il getdikcə çətinləşərək belə bir modullarımız yaradılıbdır. Hal-hazırda bizim 17 modullarımız var. Balaca yaşlı uşaqlara Lego, yəni Legodan Video 02, Spike Prime, EV3 dərsləri və Cənubi Koreyadan gələn Nyabot dərsləri bizdə var. Cənubi Koreyadan bu proqram gələndə, yəni Cənubi Koreyadan müəllim dəvət etmişdik, trening dəvət etmişdik və mənim müəllimlərimə trening keçəndən sonra onlara beynəlxalq robot müəllimi, robot mentoru sertifikatı vermişdi. Cənubi Koreyada 1-ci sinifdən 12-ci sinifə qədər belə bir proqram var. Başlayır çox sadə, yəni Lego. Yəni Lego nə deməkdir? Hazır bloklar. Hazır bloklarla uşaqlar öz robotlarını qururlar. Ancaq robototexnika dərsi ilə adi Legoların arasında olan fərq. Robototexnika dərsində, yəni öyrədici naborlarda, dərslərdə robotun beyni var, brick adlanır, sensorları və motorları var. Bu brika, yəni proqram yazılır notebookda ya planşetdə. Bu proqram brika yönləndirilir və robotu idarə etmək. Əgər adi Legonu, yəni bəzi valideynlər var ki, fərqi başa düşmürlər. Deyirlər ki, mən uşağım üçün oyuncaq Legolar almışam, uşaq artıq uca bezib, nə qədərsə yığıb. Oyuncaq Legolarla öyrədici Legoların arasında fərq onu yönəltməkdir. Və bir Lego naborundan çoxlu, yüzlərcə robot düzəldə bilər və uşaq özü onu ixtira eləyə bilər. Mentor, müəllim uşağı yönəldir. Yəni deyir ki, motor nə üçündür? Motor robotun qabağa, dala, sağa, sola dönmək üçündür. Ya da robotun əlini qalxıdıb, ayağını qalxıdıb, saçlarını fırladıb, yəni nə istəyirsə onu eləyə bilər. Sensorlar nə üçündür? Sensorlar rəngi seçmək üçündür. Yəni color sensor, yəni çox bəsit halda istəyirəm dinləyicilərə başa salım ki, bəli. Yəni bu fərqi nədədir? Yəni hərdən Lego görəndə deyirlər ki, hə Lego onsuz da biz almışdıq, uşaq bezib, yəni hədiyyəsi var idi, ev doludur Lego ilə. Yəni bir var ki, fərqli tutalım, Legodan ev düzəltdi, qoydu və uşağın marağı öldü. Legodan maşın düzəltdi, qoydu və uşağın marağı öldü. Ancaq bir də var ki, bir dəstdən uşaq fərqli, yəni nə istəyir, öz xəyalına aid nə istəyirsə onu qura bilər. Tutalım, mən bir misal kimi göstərə bilərəm öz övladımdan. Öz övladım, deməli, 3 oğlum var. 3-cü oğlum bir robot düzəltmişdi Legodan və o Legonu qoymuşdu öz gündəliyinin qabağına və belə bir proqram yazmışdı ki, kim onun gündəliyinə əl vururdusa, robot başlayırdı dərhal səs çıxartmağa ki, oğru, sos,
Şəhriyar tez Aha. gəl gündəliyini xilas elə. Aha. Yəni beləliklə biz heç birimiz onun gündəliyinə ulaşa bilmirdik. Yəni onun otağına kimsə girib gündəliyini götürmək istədikdə artıq bu robot başlayırdı səs çıxartmağa. Təhlükəsizlik qaydaları Yəni düzəl. bu Lego ilə düzəldilmiş bir robot idi. Əlbəttə bu kiçik yaşlarda olur və artıq uşaqlar balaca yaşda biləndən sonraki hər bir robot deyəkmi, detalmı deyəkmi, layihəmi deyək, hər bir şeyi canlandıra bilərsə, yəni idarə eləyə bilərsə, yəni robota proqram şəklində bir deyəndə, hər bir tapşırıq verəndə ki, düz get, sağa dön, filan bir qırmızı rəngdə olan bir Yəni proqramlaşdıranda onu götür. Proqramlaşdıranda artıq uşaq bunu öyrənəndə artıq uşaq başa düşür ki, bunu Legodan yox, başqa bir şeylərdən də eləyə bilər. İkinci etap artıq ucu bizdə gedir. Deməli Legoda uşaq birinci olaraq öyrənir həm qurmağı, dizayn etməyi, Aha. həm də onun proqramını yazmağı. İkinci etapa uşaqlar ayrılırlar. Başlayır komandada işləmək. Komandada işləmək ümumiyyətlə çox vacib olan bir şeydir. Yəni düşünün ki, komandada işləməyə bacarmayan insan gələcəkdə hansı işdə olaq, deyək, başqa bir yerlərdə hansı bir layihə tək adam tərəfindən yönəldilə bilər. Heç zaman. komanda olmalıdır, Yəni mütləq əlbəttə. komanda olmalıdır və artıq uşaqlar yarışlara gedəndə komandada işləməyi öyrənirlər. Burada uşaqlar bizim gələcək o bir modullarımız deyirik də. Birinci modulumuz Vidu 02 ilə RoboMonti modulumuz, sonra gedir Spike Prime, sonra EV3-lərlə məşğul olurlar. Niabut Cənubi Koreyadan gələn Legolar bu balaca yaşlı uşaqlar üçündür. Yəni 5 yaşından deyək 8-9 yaşına qədər artıq bu naborlarla, bu modullarla uşaqlar məşğul olurlar. Həftədə 2 dəfə 1 saat yarım dərslərimiz 6 bazar, yəni istirahət günləri də olur ki, dərslərinə uşaqların mane olmasın. Həftə içi də dərsdən sonra dərslərimiz təşkil olunur. Əla. Qrupda adətən 12 nəfər olur. Yəni bu da onu gətirir, çıxardır ki, bir müəllim ilgilənə bilsin və uşaqlar 12 nəfər hamısı komanda şəklində işləyirlər. Yəni 2 nəfər olaraq komandada işləyirlər. İndi gəlirəm yenə də bu ölkə daxili, bir də ölkə xaricində, yəni beynəlxalq yarışmalara. Çünki bilirəm ki, kifayət qədər nailiyyətləriniz var. Mən bunlara hiss istəyirəm ki, toxunaq proqramımızda sağlam təhsil olaraq düzdür, hamısını bir proqrama sığışdırmaq o da düzgün olmur. Hər biri haqqında çünki ayrı-ayrı danışmaq lazım gəlməlidir. Hələ bu nailiyyətlər düşünün ki, ölkə xaricindədirsə, nə qədər biz mənə gəlir ki, efirlər ayırmalıyıq buna ki, İmamir xanım inşallah ki, sizlə davam eləyərik və bu haqqda da geniş danışarıq, məlumatlandıraq və sevinərik bu şagirdlərin, tələbələrin uğurlarına. İndi istəyirəm ki, məsələn, bu bayaq verdiyim o suala qayıdım icazənizlə. Yəni yarışmalara qatılmaq üçün necə seçirsiniz? Qalibləri necə müəyyənləşdirirsiniz? Yəqin ki, birinci olaraq birinci mərhələ, birinci etap olur, sonra ikinciyə keçirsiniz. Necə olur? Məsələn, xaricdə əgər yarışmalardan söhbət gedirsə, necə onları seçirsiniz o qədər uşaqların arasından? Əlbəttə ki, seçim üçün birinci uşaqlar məşğul olmalıdırlar. Bundan bir neçə il bu barədə kifayət qədər danışdım. Yəni yaş qruplarına bölünür və seçimlər olur. İkinci, yarışmalara valideynlər bir də görsə sual verirlər ki, mənim uşağım zəifdir, artıq ucu bunu bilirlər. Yəni 2 ayda, 3 ayda robotexnika ilə məşğuldur. Yarışmaya getməlidir, yoxsa yox. Bir tərəfdən həm motivasiya olur. Yəni valideyn 2 ay uşaq məşğul olur, yarışmaya gedəndə qalib olmaq istəyir. Yəni Azərbaycanlılarda və türklərdə deyə Qafqaz xalqı olaraq qanımız istidir. Hansı yarışa gediriksə biz qalib dönməliyik. Ancaq elə olmur. Yəni yarışa gedirsənsə, mən düşünürəm ki, ən vacibi layiq olan qalib olmalıdır. Yəni o ortadan keçən belə təsadüfi kimsə qalib olmamalıdır. Yəni doğrudan da yaxşı olmalıdır. Yarışmaya getmək, yəni neçə vaxtı məşğul olursa valideynlər sual verir.
az vaxtı məşğul olur, yarışmaya getməlidir, yoxsa 2 il, 3 il, 4 il bu işlə məşğul olandan sonra yarışmaya qatılmalıdır. Mən düşünürəm ki, yarışmaya hər zaman qatılmalıdır. Sadəcə realistik olaraq qalibiyyət gözləməməlidir. Yəni valideyn övladından sən getdin yarışmaya, bu qədər bunu ilə məşğul Əslində bu bir oldun. təcrübədir. Qalib olmasan belə sən təcrübə qazanırsan. Qalibiyyət gözləməməlidir. Uşağı ruhdan salmamalıdır və uşaq yarışmaya qatılanda, festivala qatılanda sadəcə mən burdan nə öyrəndim? Hansı başqa daha bacarıqlı, daha bilikli, daha təcrübəli ya da wow bir icad eləyən bir nəysə bir layihə gördüm. Yəni əsas məqsəd hər yaş vaxtında yarışmalara qatılmanın məqsədi budur. Mən bu yarışmadan nə götürəcəm, nə öyrənəcəm, kimləri görəcəm, nələr eşidəcəm, nəyi görüb bu mənə ilham verib evə gəlib daha yaxşı bir icada təkan ola bilər. Yəni yarışmaya qatılma səbəbi budur. Yəni bir də insanın özünün də istedadı olmalıdır, hə Mamir xanım? Çünki biri var sonradan öyrənmə, bir də var o insanın özünün fantaziyası, içində, daxilində var bu potensial. Belə uşaqlar da var. İstedadı oturub gözləsək, yəni istedad onsuz da üzə çıxacaq. Şərait yaratmaq Yəni heç lazım. bir şərait olmasa da, nəsə olsa, bu da deyək ki, 1000-də 1-dir də, bir nəfərdə xüsusi istedad var və o icadı mütləq və mütləq eləyəcək. Ancaq o bir nəfəri gözləmək olmaz. Biz bunu sistematik şəklə salmalıyıq. Yəni hansı valideynsə oturur deyir ki, mənim uşağımın istedadı yoxdur. Sən hardan bilirsən? Yəni birinci bu uşağa bu notebooku vermək lazımdır, bu dərsi vermək lazımdır. Bu dərslərə bir mentorluq eləmək. Yəni AzRobot da onun üçün yaradılıb ki, uşaqlarda bu istedadı kəşf etmək, icad etmək. O zaman mən bəlkə əlaqə nömrələrini həmin o valideynlər üçün səsləndirim. Olar. Bəlkə də kimin üçünsə fürsəti ola bilər. İndi bu dəqiqə təsadüfən dinləsin proqramımızı və uşağını məsələn bu istiqamətə aparsın. Gələcəyi üçün də niyə Olar. də olmasın? Yəni Yəni yoxlamaq xanımlar ilə valideynlər elə düşünə bilər ki, təkcə oğlanlar üçün bu nəzərdə daha uyğundur, oğlanlar üçün nəzərdə tutulub. Xeyr, yəqin ki qız uşaqlarına da kifayət qədər şərait qızlar, yaratmısınız. mən düşünürəm ki, bunu bölmək lazım deyil. Bəli. Oğlanlar, qızlar. Yox, indi sadəcə texnikaya marağı daha çox oğlanların olur. Amma elə deyil də, yəni elə eləmək lazımdır Yenə ki, də deyirəm, robototexnika çox böyükdür və bir şey də sizə deyim ki, komandada əgər qız varsa, xanım varsa, onda qalibiyyət mütləqdir. Əla. Çünki xanımlar motivasiya verməyi xoşlayırlar. Düzdür, bəzi hissələr tutan mühəndisliyə oğlanların daha çox marağı var. Ancaq yazılıma, deyək, kod yazmaq üçün qızlar daha sistematikdirlər. Qızlar heç nəyi gözdən qaçırmırlar. Yəni xanımların da komandada olması vacibdir. əziz valideynlər, odur ki, siz də əgər istəyirsinizsə AzRobot Education-a müraciət edəsiniz. Yeri gəlmişkən YouTube səhifələri də var. AzRobot Education elə daxil olsaz, YouTube səhifəsinə baxsanız, onların çoxlu videoları ilə də tanış ola bilərsiniz. 2 nömrə deyim, qeyd eləyin. 051 215 35 75 və 051 215 05 22. Əlaqə saxlayın bu nömrələrlə və müraciət eləyin. Yarışmalarda qoyun sizin də uşaqlarınız iştirak eləsin və təcrübə qazansın. Niyə də olmasın? Yavaş-yavaş gəlmək istəyirəm 2025-ə. Çünki mən bilirəm ki, Aero 2025 yarışması çox belə deyək maraqlı nəticələrlə yadda qaldı və təbii ki, bu yarışlar da şagirdlər üçün çox gözəl imkanlar yaratdı. 2026-ya hələ təzə başlamışıq deyə. Gəlin 2025-ə bir daha elə bir qaydaq və sizin uğurlarınızdan biraz bəhs edək. Olar. AzRobot direktoru kimi kifayət qədər danışdım. İndi isə Aeronun baş koordinatoru kimi. Yəni Bəli. Azərbaycan International Robotics Olimpiyat necə yaradıldı və bu nəyə dəstək olur? Bəli. Əgər AzRobotda uşaqları çağırış, yəni heç nə bilməyən uşaqlara çağırış edib öyrətməyini vəd veririk. Yəni ki, biz öyrədəcəyik uşağı bu yolda getməyə, gələcəyi öz peşəsini seçməyə dəstək edirsə, Aero artıq bu sahədə olan insanlar üçündür. Artıq Azərbaycanda, yəni kifayət qədər Təhsil Nazirliyi tərəfindən, deyək ki, çoxlu qurumlar tərəfindən dövlət dəstəyi olan bu yönümə, bu tədrisə, IT sahəsinə həddindən artıq dövlət tərəfindən dəstək və tələblər var
ki, yəni bunun inkişafında çoxlu köməklik var deyək ki. Aero artıq bu robototexnikada olan gənclər üçündür. Gənclər və şagirdlər. Aero necə yaradıldı ümumiyyətlə? Biz beynəlxalq yarışlara gedəndə bu arada biz mütəmadi olaraq artıq 5 ildir Türkiyənin MEB robot yarışması Milli Eğitim Bakanlığı tərəfindən, yəni Türkiyənin Təhsil Nazirliyi tərəfindən keçirilən yarışmaya 5 ildə artıq biz o yarışmaya hər il Azərbaycanı təmsil edirik. Bu yarışmanın bir strategiyası var ki, hər ildə bir dəfə keçirilir. Türkiyənin bütün robototexnika məktəbləri, mərkəzləri bu yarışmaya qatılırlar. Hər il bir şəhərdə keçirilir. Yəni onlar da öz ölkələrinin hər şəhərini deyək ki, reklam edirlər və biz artıq getmişik Kayseriyə, Ərzuruma, Şanlıurfaya, İzmirə və bu illəri də Antalyada keçiriləcək may ayında və düşünürəm ki, mənim özüm üçün də, ya şagirdlərimiz üçün də bizim üçün çox qəribədir. Ərzuruma gəzməyə getsəydik, Ərzuruma niyə gedirdik ki? Ancaq belə isə Türkiyəni də qarış-qarış baxdıq, gördük. Gəzmiş oldunuz. Həm səyahət, həm deyək ki, onların universitetlərinə getmişik, bilim mərkəzlərinə getmişik, həm yeməkləri, kültürləri deyək ki, bu MEB robot yarışması komanda olaraq bizə çox deyək ki, çox maraqlı keçirilir həmən bu yarışmalar və hər dəfə gedib Azərbaycanı təmsil edirik. 2025-ci ildə hansı şəhərdə keçirildi? Bu axırıncı dəfə Kayseridə. 2025-də Kayseridə, 2026-da Antalyada keçiriləcək may ayında. Orada artıq robot komandası hazırlaşır. Yəni burada valideynlər, kim ki robototexnika ilə artıq məşğul olur, 10 yaşından üst biz komandaya mart ayının 1-nə qədər komandaya kim iştirak etmək istəyirsə qeydiyyat aparırıq. Amma ən çox deyəsən Yaponiyada təmsil olunmusunuz. Ən çox deməzdim. Yəni biz hər il gedirik, Türkiyəyə gedirdik və Türkiyədə elə bir kateqoriyalar gördük ki, artıq elə bir robotları gördüm ki, biz bu yolda getməliyik və davam eləməliyik. Yəni bu tamamilə fərqlidir. Legolar əgər Avropa tərəfdən Legolar gəlirdisə, Türkiyə tərəfdən artıq ağıllı robotlar, avtomatlaşdırma, yəni mini sumo, mega sumoları biz birinci dəfə gördük və başladıq nailiyyətlər qazanmağa. Türkiyədəki olan yarışmadan Robot Challenge barəsində məlumat aldıq. Buxarestdə keçirilən, yenə də Rumıniyanın Təhsil Nazirliyi tərəfindən keçirilən bir yarışma. Və fikirləşdik, qərar verdik. Sağ olsun Gənclər İdman Nazirliyinin dəstəyi ilə getdik Buxarestdə. 2 il Buxarestdə getdikdən sonra, yəni demək istəyirəm ki, təcrübə qazana biz 2 il, 3 il bundan öncə Rumuniyada Avropa çempionu olduq mini sumo üzrə və biz bilmirdik. Ümumiyyətlə Yaponiyadakı yarışma barəsində heç bir məlumatımız yox idi. Sırf Rumuniyada Avropa çempionu olduqdan sonra bizə sertifikat verildi və Yaponiyada iştirak etmək bu kateqoriya üzrə hüququ qazandıq. Yenə də sağ olsun Gənclər İdman Naziri və şəxsən Fərid Qayıbov, yəni onun dəstəyi olmadan biz komandanı yığıb Yaponiyaya yollana bilməzdik. Və bizim Yaponiya məcaramız deyək ki, başladı. Tokyoda, deməli All Japan Robo Sumo Tournament Tokyoda 35 ildir keçirilir. Bu grand finaldır. Hər il dekabr ayının 1-ci həftəsinin 6 bazar günləri təşkil olunur və bu yarışma artıq 35 ildir keçirilir. Dünyanın ən yaxşı robotçuları o yarışmaya dəvət alırlar. Yəni bu yarışmaya ancaq və ancaq birincilər gələ bilir. İndi siz düşünün ki, o yarışmanın səviyyəsi necədir? Dünyanın birinciləri, ən yaxşıları. Ölkəsində belə deyək də qalib olan sonradan artıq tək cəmləşirlər. Tək ölkəsində yox, yəni dünyada keçirilən, Yaponlar tanıdığı, lisenziya verdiyi yarışmaların birincilərin ixtiyarı var ki, həmən yarışmaya gəlsin.
gəlsinlər. Birinci il biz yarışmaya getdik, çox çətin oldu və o yarışmanın qaydaları ilə tanış olurduq. Yəni o yarışmanın qaydaları o qədər sərtdir ki, yəni Yaponiyada əgər sən bir söz ağzından çıxırsa, bu mütləq və mütləq hər yerdə yoxlanılır. Yəni sən hər sözü, hər kəlməni, hər bir o əgər orada yazılıb ki, tutalım Dokiyanın diametri 77 santimetr olmalıdır. Yəni 1 millimetrdə o yan olmamalıdır. Yəni hər şey dəqiqliklə düşünülür. Çox dəqiqliklə olmalıdır hər bir şey. Yəni mən valeh oldum həmən o yarışmaya və biz Azərbaycan nümayəndəsi olaraq Yaponiyanın All Japan Robosumo Tournament'in katibliyindən görüş istədik və Azərbaycanda da bu tip, bu növ yarışmanı keçirmək istədik. Bir il danışıqlar əsasında onlar bizə icazə verdilər ki, yarışmanı keçirdək. Və 2025-ci ildə Ada Universitetində 9, 10, 11 may Gənclər İdman Nazirliyinin və İRIA'nın dəstəyi ilə bu yarışma başa tutdu. O vaxtları 7 kateqoriya üzrə yarışma keçirildi. Baş hakimləri mən düşündüm ki, biz təsdiqlədənə qədər ki, bu yarışma doğrudan da biz yaxşı keçirtmişik. Düşündüm ən rahat yolu Yaponların özlərini hakim olaraq Azərbaycana dəvət etmək və onlar artıq özləri baxsınlar və qərar versinlər ki, bu yarışmanı biz düzgün keçirmişik, yoxsa yox. Sağ olsunlar, yəni Yaponiyadan gələn mütəxəssislər, ondan başqa Rumıniyanın Robo Challenge-in baş koordinatoru Adrian və onun hakimi Gabriela xanım, yəni biz Rumıniyadan da qonaqları, hakimləri çağırdıq həmən bu yarışmaya və yarışma çox uğurla keçdi və xarici hakimlərimiz, qonaqlarımız təsdiqlədi ki, bu yarışma Yapon qaydalarına uyğun keçirildi və iyun ayında bizə lisenziya verib, yəni bunu qürurla deyirəm. Aironu Yaponiyadakı beynəlxalq yarışmaların sırasına saldılar və Yaponiyada öz rəsmi səhifələrində dərc etdilər ki, biz bu yarışmanın qaliblərini qəbul edirik, tanıyırıq və dekabr ayında qəbul edirik. Əla. Yəni beynəlxalq yarışmalar siyahısına daxil olunub ayrı, belə deyək də. Biz bu barədə danışacağıq. Çox belə deyək də qısa bir alanımız var. Bir balaca sözünüzü burada saxlamaq məcburiyyətindəyəm, amma bu arada fürsətdən istifadə edib reklam müddətində bizim dinləyicilərimiz də sizinlə əlaqə saxlaya bilərlər. 2 nömrə deyəcəm: 051 215 35 75 və 051 215 05 22. Azər deməli Robot Education, Azera Robot Education şirkətidir. Robototexnika tədris mərkəzinin direktorudur bugün bizim sağlam təhsildə qonağımız. Eyni zamanda Azərbaycan International Robotik Olimpiyadanın baş koordinatorudur. Bax, bu yarışmaları demək olar ki, təşkili ilə birbaşa olaraq məşğul olan bir xanımdır. Maraqlanırsınızsa, uşağınızı da məhz robototexnika sahəsinə yönləndirməyi düşünürsünüzsə, bu fürsət sizin üçün yaradılır. Sağlam təhsil, sizi xoşbəxt gələcəyə aparan qapı. Bugün bizim qapımız açılıb Azerobot şirkətinə, Azerobot Education'a, daha dəqiq desəm, robototexnika sahəsində kifayət qədər təcrübəli bir mərkəzdir, təhsil mərkəzidir. Bütün valideynlər müraciət edə bilərlər uşaqlarla bağlı. Təbii ki, əgər evinizdə görürsə, uşaqlarınız çox qəşəng rahatlıqla legolar yığırlar özlərindən. Ümumiyyətlə, maraq valideyn tərəfindən çox hiss olunur da. Əgər uşağın marağı varsa, bu dərhal kənardan sezilir. Ona görə istəyirsinizsə, peşəkarcasına uşağınız məşğul olsun. Bir şagirdlərə buradan müraciət etmək istəyərdim, fürsətdən istifadə edib. Tələbələr bizə qulaq asırlar. Bilirsiniz ki, çox şaxəli bir proqramımız var sağlam təhsil olaraq. Mən istəyirəm ki, hər kəs bu fürsətdən yararlansın. Hansı ki, yarışmalarda da iştirak edə bilərsiniz. Hər biri bu yarışmaların müxtəlif ölkələrdə keçirilir. Niyə də olmasın? Azərbaycanımızı təmsil etməklə bərabər sizin özünüzün də bir dünya görüşü artır. Mən çox danışmadan bir daha istəyirəm sözü verim. Azerobot Education, robototexnika tədris mərkəzinin direktoruna və Azərbaycan International Robotik Olimpiyadanın baş koordinatoruna İmamə İrxanlı Mirzoyeva bizimlə bərabərdir və onun deyəcəkləri var bizim dinləyicilərimizə. Buyurun.
Deməli, AERO necə gedirdi? AERO. Azərbaycan International Robotics Qısa adı AERO. AERO. Aha. AERO 2000 mən son olaraq AERO barəsində məlumat verim. 2026-cı ildə Bakı Ali Neft Məktəbində keçiriləcək 29, 30, 31 may. 12 kateqoriyamız var. Bütün məlumatları bu yarışma barəsində öyrənə bilərsiniz. aero.az bizim saytdan. Həm qeydiyyat orada yerləşilib, həm keçən il 2025-ci ildə keçirilən yarışmanın video görüntüləri və ondan başqa uğurları, kimlər qalibləri olub və s. bunları hamısını saytda aero.az burada görə bilərsiniz. 2026-cı ilə qeydiyyat martın 1-nə qədərdir. Tələsin. Çünki artıq qeydiyyatdan keçin və şəffaf olaraq siz qeydiyyat keçdikdən artıq hansı kateqoriyaya neçə komanda qoşulub, neçə nəfər qoşulub, hər bir şey saytda görəcəksiniz. Kateqoriyaların adlarını saymaq istəyərdim. Mega Sumo, Mega Sumo RC, Mini Sumo, Mini Sumo Kids. O bayaq sual verdiniz ki, nə olacaq? Bu kateqoriyaların qalibləri Gənclər İdman Nazirliyinin dəstəyi ilə 2026-cı ildə dekabrda Azərbaycanı təmsil edəcəklər. Yəni Gənclər İdman Nazirliyinin sağ olsun sponsorluğu ilə həmən o iştirakçılar kim ki AERO-da qalib olacaq, Yaponiyada, Tokyoda Azərbaycanı təmsil edəcəklər. Ondan başqa hakaton keçiriləcək böyük universitet tələbələr üçün. Yəni bu dediyim kateqoriyalar hamısı 17+. Hakaton keçiriləcək, line follower keçiriləcək və s. Uşaqlar üçün sizə Legodan 8-12 yaşlı uşaqlar üçün Lego Sumo və Lego Maze. Ondan başqa robotik startup, yəni mühəndislik Arduino ilə öz layihələrini təqdim etmək, bu da uşaqlar üçün keçirilən kateqoriyalardan biridir. Belə. Yəni bütün kateqoriyalarla aero.az bu saytda tanış ola bilərlər. Bəli, AzərRobot 5 yaşdan yuxarı uşaqlar və gənclər üçün robotexnika proqramlaşdırma və mühəndislik sahəsində təhsil verən innovativ tədris mərkəzidir. Hazırda AzərRobotun 4 filialı fəaliyyət göstərir. Şagirdlər burada robotexnika, mühəndislik və proqramlaşdırma üzrə təhsil alırlar. Ölkə daxili və beynəlxalq yarışlarda da aktiv iştirak edib nailiyyətlər qazanırlar. Və hər kəsi də dəvət edirik. Mart ayının 1-nə kimi son tarix nəzərdə tutulub qeydiyyatdan keçmək üçün tələsmək lazımdır. Əgər bir daha istəyirsinizsə, sonda mənim nömrələri səsləndirim 051 215 35 75 051 215 05 22. İmamir xanım, təşəkkür edirəm sizə. Maraqlı söhbətə görə. Mən təşəkkür edirəm, çox şad oldum. Uğurlar sizə işinizdə. Mən düşünürəm ki, inşallah gələcək nailiyyətlərinizi sağlam təhsildə işıqlandıracaqsınız. Odur ki, hələlik deyirəm o zaman sizə. Sağ olun. Sağ olun. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı.